sizlerle birlikte Botanika Parkı'na gelmişik. Gördüğünüz gibi çok güzel bir manzara var. Yani çok güzel. İndi ise gelmişik bilet yerine, yani bilet almak için. Ve gidip bilet yerine çattık. Sıra az olduğuna göre, yani o sıradan sonra biz gəlirik və bizim sıramız çatdı. Və mən də neçə nəfər olduğunu dedim. Və onlar da qeyd edib mənə bileti verəcəklər. Mən də kartla ödəniş elədim. Kartla ödəniş edəndən sonra mənə bileti verəcəklər. Və kartla ödəniş elədim və bileti sonra mənə verəcəklər. Və gözləyirik ki, bileti mənə versinlər. İndi isə yəni bilet çıxaran yerdən dartıb çıxarırlar və mənə verirlər. Və biz də gedirik. Əlimdəki biletləri göstərdim və gördüm ki, Botanika Parkının giriş yeri buradanmış və onlara biletləri verib keçməyə lazımıymış. Və mən də onlara bileti verib keçdim. Və biz də getdik. Gördük ki, orada xəritə var. Dedik ki, bu xəritəyə gedəyim, baxan görək. Uşaq meydançası hardadır? Baxırıq və görürük ki, çox şeylər var. Və biz də onlara baxıb yola çıxdıq. Yəni getdik. Gördüyünüz kimi çox gözəl güllər var, ağaclar var, yəni bitkilər. Bitkilər var və biz də gəzirik onlara baxa-baxa. Gördüyünüz kimi çox gözəldir güllər. Burada başqa ölkələrin güllər də olur. Yəni çox gözəldir. Orada yer var ki, yəni hara gedirsən və biz də yola çıxdıq. Və yenə ağacları gördük. Gördüyünüz kimi çox gözəldir ağaclar. Nuray da gedici. İndi isə gəlmişik labirintə. Və biz də burada bu oyun var ki, giriş yerindən girirsən, çıxış yeri tapırsan. Və biz də onu istədik eləyək görə edə bilirikmi, çıxış yolu tapa bilirikmi? Yəni tapdığın yəni çıxış yerini. Biz də baxırıq görək hardan getmək olar. Və mən də o tərəfə baxdım. Dedim ki, yox, bura bağlıdır. Biz o tərəfdən getmək, orada bağlı olduğuna görə bura gedirik. Bu tərəf bağlı olduğuna görə buradan dümbədən düz gedirik. Gedirik və görürük ki, çox insan var ki, tapmaq istəyir yolu. Mən də ona görə, yəni biz də həmçinin tapmaq istəyirik o yolu. Çünki çox maraqlıdır bu oyunlar. Yəqin ki, çox insan bu oyunu istəyir oynamaq. Və buna görə də gəlsin Botanika Parkına. Həqiqətən Botanika Parkına hələ indi girmişik, çox maraqlı gəldi mənə. Və baxırıq ki, oraya bağlıdır. Və onu görə o tərəfdən gedirik. Və oraya bağlı, iki tərəfdə bağlı olduğuna görə o bir tərəfə gedirik. Yəni oradan dönmədən gedirik və ora bağlılığına görə buradan gedirik. Bu tərəfdə bağlılığına görə. İndi isə və çıxış yolunu tapdıq və qalxırıq ki, yəni biz çıxış yolunu tapmışıq. Yəni bilsinlər, görsünlər. Və biz də belə elədik ki, tapdıq. Gördüyünüz kimi çox qəşəngdir. Biz bunların içərisindən gədə gəlmişik bura. Gördüyünüz kimi də. Biz də baxırıq yuxarıdan aşağı və çıxış yolunu tapdıq. İndi isə gedib giriş yolunu eləməliyik ki, biz çünki burada hara getmək yoldur. Gəlirsən giriş yolunu harda getmişdinsə, indi oranı tapırıq. Gedirik. Baxdıq görək orada var. Baxırıq. Bu tərəf bağlıdır deyə o tərəfdən gedirik. Və gedirik. Və dedik ki, qoyun bu tərəfdən gedək, bəlkə elə giriş yolunu tapırıq. Baxdıq, o tərəfdən getmədik, bu tərəfdən getdik. Getdik. Və bu tərəfə gedirik. Giriş yolunu da tapırıq. İndi isə giriş yolunu tapdıq, gedirik. İndi isə parka. Gördüyünüz kimi parka gəlmişik. Park da əyləncəli görsənir. Çox uşaq burada olduğuna görə biraz çətindir. Və biz də dedik ki, eyb yox, biz də gerək də, nə olacaq ki? Və biz də qaçdıq o tərəfə. Çünki bu tərəfdə çox insan var idi. Burada az uşaq idi. Və biz də getdik o tərəfdən. Və getdik, gördük ki, orada giriş yol var. Biz də oradan keçirik, o tünel kimi bir yerdən. Və oradan keçib, axır ki, keçə bildik. Sonra isə oradan sürüşkən var. Oradan yəni sürüşürük. Oradan sürüşdük Nurayla mən. Nuray tək sürüşməyə qorxurdu deyə ikimiz birlikdə sürüşdük.
İndi isə orada bir yer var idi ki, orada böyük belə darı yeri var idi. Deyir ki, oradan çıxar və mən də qıraqlardan və indi isə yeniləməyə gəlmişdim. Sonra isə getdik oradan. Aha, gördüyünüz kimi orada stollar gördüm. Və mən də o stolların üzərində elədim, oturdum. Nuray da orada çıxamadı, deyir qıraqdan gəldi. Və ikimiz də uzandıq. Sonra isə gördüyünüz kimi gözəl bir mənzərəyə sahib olan Botanika Parkında gəzirik. Gördüyünüz kimi gedirik. Gedirik və biz istamışdıq deyə istədik ki, hardasa bir su içmək yeri olsaydı, gedərdik ora. Biz də buradan qalxdıq ki, çox insan buradan qalxır. Görək nə var imiş ki, yuxarıda bütün insanlar qalxır və biz də dedik ki, qoyun biz də qalxaq. Və qalxdıq, gördüyünüz kimi burada da çox gözəl bir mənzərə var. Yəni çox gözəldir. Ağaclar çox qəşəngdir, çox xoşuma gəldi və buradan bizim şəklimizi çəkdilər və biz də getdik, yenə yola çıxdıq. Dedik ki, orada körpü yol var. Biz də istədik körpüyə gedək, körpüylə üstündən yəni gedək və biz də körpünün üzərinə gedirik. Gördüyünüz kimi ağaclar yenə çox qəşəng ağaclar ediblər, əkiblər. Yəni biz də indi körpü üzərindən gedə ağaclara yəni baxa gedirik. Gördüyünüz kimi gedirik və aşağıdan baxanda o qədər də yüksək görsənmir. Gördüyünüz kimi, yəni körpülərin üzərindən gedirik. Aşağıdan baxıram hərdən birdən. Sonra görürük ki, orada çox insan var. Görək nəymiş. Və buradan gördük ki, çox qəşəng bir mənzərə var imiş. Gördüyünüz kimi ağaclar, güllələr çox qəşəngmiş. Və biz də gedirik. İndi isə liftlə aşağı düşürük və çatırıq. Gedirik. Deməli biz bu boyda hündürlükdə körpünün üzərindən getmişik. Şok. İndi isə gedirik. Gedirik və şap ediyoruz. Aha. İndi isə gedirik. Görürük ki, hamı əlini suya vurur. Amma bir an vurmadım. Və əksinə getdim. Və qalxdıq. Gördüyünüz kimi yenə gözəl bir mənzərə. Çox gözəl bir mənzərə. Adamı valeh edir bu gözəl mənzərə. Gördüyünüz kimi oradan getdik. Yəni yenə də çox gözəl bir mənzərə. Yəni gedirik indi. Baxdıq. Orada əl var. Sadəcə orada giriş yeri tapmadıq deyə getdik. Getdik. Aha. Sonra isə ortaya gəldik. Gördük sular var və gördük ki, hamı oraya yığışıb yenə getdik. Baxdıq görək. Ora nəymiş? Siz deməyin ki, bu Botanika Parkının davamı. Bu boyda Botanika Park yenə də davamını ediblər. Və qapının içəri girmək olmurmuş. Çünki yazıblar ki, bitkilər adaptasiya prosesi davam etdiyi üçün giriş qadağandır. Və biz də getdik. Buradan belə baxdıq. Bunun hələ arxaları var imiş. Ona görə sonra təzən gəldik bura. Əlimizi su vurduq, elədik. Əlimizi suya vurduq, elədik. Gördüyünüz kimi çox qəşəngdir. Bir də əlimi su vurmaq mənə elə əlimi yumağa bəsimdir. Yəni o dərəcədə su ağırdı ki. Bacım da vurmaq istəyirdi. Vurdu axır ki. Və getdim. Gördüyünüz kimi əlimizi suya vurub çıxarırıq. İndi isə gəldik. Buradan belə bitkilərin şeylərini baxırıq. Yəni haraydı vətəni, nə bitkisidir və bacım da yıxıldı. Onu da getdik, qalxırdıq və təzən gəldik. Və videonun sonuna çatdıq. Sağ olun. Görüşənə dək inşallah bir də görüşərik və abunə olub like atmağı da unutmayın.